Qarabağda etdikləriniz Ermənistanda işləməyəcək. Oxazın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan ona qarşı təbliğat aparan Qarabağ ermənisinin bəyanatına şərh olaraq özünün Telegram kanalında yazıb. Bu qoca kişi iddia edir ki, mən Azərbaycanda Ağdam Hərbi Komissarlığının arxasındakı 3-cü evdə doğulmuşam. Bu adam düşünür ki, belə məlumatlar yaymaqla və məni təhqir eləməklə mənə qarşı nifrət oyadacaq və hansısa fikir formalaşdıracaq. Belələrini və bənzərlərinin olması təəssüf doğurur. Mənim ata tərəfdən köklərim İrəvandan, ana tərəfdən Loridən olsa da, mən yuxarıda qeyd olunan yerdə və ya istənilən başqa yerdə doğulmaqda qəbahətli bir şey görmürəm. Alen Simonyan qeyd eləyib ki, həmin şəxs bu fikirləri hansısa pul qarşılığında deyib. Qeyd eləyək ki, Simonyan haqqında bəhs edilən kişi onun əslən Azərbaycanın Ağdam rayonundan olduğunu iddia eləyib. Simonyan türkdür, türk qanı var. Ağdamda polis şöbəsinin yaxınlığındakı evdə doğulub deyə həmin şəxs bildirib.